Arkadaşlar, herkese merhabalar. Kanalımıza hoş geldiniz. Herkese selamlar veriyorum buradan Kiev'den, Ukrayna'nın başkentinden ve sizlere de söz verdiğim üzere bugün canlı yayındayız. Katılımınız için herkese ayrıca teşekkür ediyorum ve bugün ben yalnız değilim. Bugün gerçekten de çok önemli konuları ele alacağız. Ben Anadolu Türkçesinde, misafirimiz Azerbaycan Türkçesinde beraber Ukrayna'daki son durumu değerlendireceğiz. Ukrayna taarruzu ile ilgili konuları ele alacağız ve özellikle bugün Türk dünyası üzerine de konuşmayı istiyoruz. Çünkü Rusya-Ukrayna savaşın Türk dünyasına etkisi üzerinde konuşmak bence çok önemli. Çünkü Rusya'nın Ukrayna'ya başlattığı savaştan sonra özellikle Türkiye Cumhuriyeti arabulucu rolünü üstlendi ve bu rol üzerinde de konuşmak istiyoruz. Ve söylediğim gibi bugün ben yalnız değilim. Bugün benle beraber çok değer verdiğimiz analist, uluslararası ilişkiler uzmanı, aynı zamanda döneminde Azerbaycan parlamentosunun eski aparat bakanı, ayrıca Azerbaycan hükümetinin eski aparat bakanı Ramiz Bey Yunus ile beraberiz. Ramiz Bey, selamünaleyküm, merhabalar, yayınımıza hoş geldiniz. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Merhabalar. Hoş bulduk hürmetli Gülsüm Hanım, sizi ve bütün izleyicilerimizi yürekten salamlayırım. Ben çok teşekkür ederim zaman bulup yayınımıza katıldığınız için ve bugün sizle gerçekten konuşmak istediğimiz çok sayıda konular var. Ayrıca bizi çok genç arkadaşlarımız takip ediyor. Onlar da sizin tecrübenizden istifade etmek istiyorlar aynı zamanda ve sizin cevaplarınız ve görüşleriniz bizim için çok önemli. Çünkü Rusya'nın Ukrayna'ya büyük çaplı savaş başlattığından beri siz Ukrayna kanallarında Rusça'ya gayet iyi hakim olduğunuz için çok sayıda analiz programlarında katılıyorsunuz ve sizin analizleriniz Ukrayna'da çok meşhur. Sizi burada binlerce, yüz binlerce insan dinliyor ve o yüzden ben de kendi takipçilerimi de size ayrıca tanıtmak istedim ve sizin görüşleriniz bizim için gerçekten çok önemlidir. İlk sorumu şöyle sorayım o zaman. Bugün artık Rusya-Ukrayna savaşının 450 günden fazla gün geçmiş durumda ve Ukrayna ordusu karşı taarruza hazırlanıyor. Son olaylara bakarsınız. Rusya-Ukrayna savaşını şimdi nasıl değerlendiriyorsunuz? Valla hoş sözlere göre teşekkür ederim. Bu benim için çok hoşdur. Bu benim için əlavə məsuliyyətdir. Çünkü bugünləri Ukrayna'nın yanında benim için dayanmaq çok vacib, vicdan bir meselesidir. Çünkü İkinci Qarabağ Savaşda, 44 günlük savaşında benim yurdum Azərbaycanım aynı problemle üz-üzə oldu. Yani ki bu vətən müharibəsi axır ki Azərbaycan çok qələbə ilə yekunlaşdıra bilib. Ve o zaman biz keçdiyimiz hissiyatlar, bizim cəmiyyətimiz, bizim kamuoyu mən bunu xaricdə də, Amerikada yaşasam da mən bunu 30 il ərzində gözləyirdim bu savaşı. Çünki çətin idi yaşamaq ki, Qarabağ bizdə deyil. Nasıl Kırım bugünləri Ukraynada, Kırım Tatarları için 2014'ten bu yana bu vəziyyətə düştü. Yani ki ona göre benim için çok önemliydi Ukrayna kanallarına çıkmak ve onlara xırdalamaq ki Qarabağ Azərbaycanın Kırımı kimidir. Sizdə de Kırım Qarabağ kimidir. Yani ki anlatmak bu çok vacib önemli bir məsələydi benim için ve bilmirəm pis yaxşı. Ama bugünləri mən hiss edirəm, Ukraynada bu münasibət artıq yaxşılığa doğru gedir və mən görürəm ki, artıq Ukrayna cəmiyyətində ictimai rəy, yəni ki, bugünləri daha çox aydın bizdə gedən Güney Kafkazda gedən hadisələrdən xəbər tuturlar. O ki qaldı Hindin sizin sualınıza. Rusya'nın Ukrayna'ya karşı bu tecavüzün bir neçə komponenti var. Biz bunu dəqiq qiymətləndirməliyik. Çünki biri geosiyasi, informasiya, hərbi,
və bu müharibənin gedişatı qiymətləndirmək üçün, yəni ki, biz istəyəndə onu qiymətləndirmək, biz bu amilləri başa düşmək, bunları başa düşmək çox vacibdir. Mənim üçün bu müharibə 24 fevral 2020-ci il 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra siz gəncsiniz, amma ki mən deyim ki bizə izləyicilərin çoxsu yəqin ki bunu yada sala bilirlər. 30 ildən artıq bir müddətdə davam etdirən bu köhnə təhlükəsizlik sistemin dünyada mümkünsüzlüyünü tam nümayiş etdirdi. Yəni ki o zaman Amerika Birləşmiş Dövlətləri ilə Sovet İttifaqının arasında İkinci Dünya Savaşından sonra Yalta deyilən bir anlayış var idi və 91-ə qədər bu təhlükəsizlik bir sistem qurulmuşdu və bu təhlükəsizlik sistemlə dünya yaşayırdı 91-ə qədər. İstər Birləşmiş Millətlər Təşkilatında, istər NATO çərçivəsində və buradan bir Sovet İttifaqı özünün üçün özəl NATO'nu yaratmışdı, Varşav adıyla, Varşav müqaviləsi adıyla. Və bu pis yaxşı 91-ə qədər dünya yaşayırdı bundan. Amma bu günləri hamı başa düşür ki, artıq BMT-dən Avropa İttifaqına qədər, NATO'dan ATƏT-ə qədər, o cümlədən Asiya coğrafiyanı götürəndə, Sakit Okeanın regionunu biz bu günləri baxanda, bütün bu istiqamətlərdə, bütün dünyada belə baxanda da yenidən bu təhlükəsizlik sistemin vacibliyi yenidən formalaşır. Yeni mərkəzlər əmələ gəlir. Əlbəttə ki, lider rollarında Amerika durur və Çin durur bu günləri. Və bu Rusiyanın Ukraynaya qarşı bu təcavüzü ona görə bu günləri açıq-aşkar bunu göstərir ki, baxın görün, müxtəlif ölkələr fərqli davranır və fərqli məqsədlər güdürlər. Əgər müharibənin bu lap əvvəlində kollektiv Batı, necə bu günləri deyirlər də, kollektiv Batı özünü kifayət qədər inamlı aparmayıbsa, bugün artıq açıq-aşkar görünür ki, Amerika Birləşmiş Dövlətləri və onun əsas tərəfdarları 1979-cu ildəki kimi Əfqanistanda oxşar hadisədən sonra Sovet İttifaqının taleyini təkrarlanması üçün hər şey edir. O zaman yadınıza salıram ki, Sovet İttifaqı dekabr ayın 79-unda belə bir oxşar avanturaya əl atdı və 79-dan 89-a qədər o zaman bu Əfqan müharibəsi, təcavüzü davam edirdi. Amma çoxları məndən soruşur, Ukraynada da bu 10 il davam edəcək. Mən deyirəm, yox. Çünki ilk növbədə coğrafiya, başqa bir coğrafiya var ortalıqda. Dünyada gedən proseslər də başqa cürdür. Çünki o zaman bayaqlara mən sizə qeyd elədim, dünyada təhlükəsizlik sistem var idi. Və bu sistemin içərisində bu savaşlar baş verirdi. Qırmızı xəttləri heç kim pozmurdu. İlk dəfə qırmızı xəttləri pozan elə Sovet İttifaqı ilə Amerikanın özü idi. 1962-ci ildə Karib krizi var idi o zaman. Amma o biri bütün o savaşlar, istər Vyetnamda olsun, Kambodjada olsun, Rodeziyada olsun, Latin Amerikada olsun, yaxud bu Əfqanistanda bu savaş olsun, o çərçivədən çıxmırdı. Amma ki, ölkələr ilk növbədə Amerika ilə Sovet İttifaqı öz güclərini göstərirdilər. Amma bu son savaş, Əfqanistanda bu avantura, Amerika çox səmərəli istifadə elədi və bu imkanı əldən buraxmadı. Yəni ki, burada Sovet İttifaqını kökdürə bildi. Və biz o zaman həm sistemli şəkildə Amerika və onların tərəfdarları ilk növbədə bu Reagan'dan Margaret Thatcher, Amerika ilə Böyük Britaniya burada fəal iştirak ediblər. O zaman Avropa Birliyi yox idi. Avropa Birliyi yox idi dünyada və ona görə ən əsas aparıcı ölkələr Anglo-Saksonlar olub. Bu günləri də onlardır, gördüyünüz kimi də ən əsas aparıcı rollarda onlardır. Və o zaman sanksiyalar, o zaman bütün səviyyədə, diplomatiyada, Birləşmiş Millətlər Təşkilatda, bütün sayədə gec-tez bu 91-ə gətirdi, çıxartdırdı
və Sovet İttifaqının dağılmasına gətirib çıxartdırdı. Və məhz buna görə siz məndən soruşanda necə mən bunu qiymətləndirirəm, mən bu günləri artıq görürəm ki, aynı ssenari ilə bu günləri Batı dünya və ilk növbədə Anglo-Saksonlar və biz bunu görürük ki, həm Birləşmiş Millətlər Təşkilatda, orada diplomatiya savaşı gedir. İnformasiya siyasətində siz görəndə, məsəl üçün, Batı dünyanın mediasını götürəndə, baxın görün onlar nasıl işıqlandırırlar bu məsələni. Hərçənd ki, bu günləri Rusiyanın daha da imkanları genişdir. Batı mediasında müdaxilə. Çünki paraları çox olub son 20 il ərzində. Ona görə o zaman Sovet İttifaqı olanda Afqanistanda belə imkanlar onda yox idi. O zaman da Amerikan səsi, Radio Liberty, Alman radioları müdaxilə edirdilər Sovet İttifaqının propaganda maşınına. Amma bu günləri artıq Rusiya müqavimət göstərə bilir. Ona görə biz burada kollektiv Henry Kissingerləri müxtəlif medialarda görə biliyoruz. Amma bütün bunlarla birlikdə Ramstein'ı daha mən demirəm də. Ramstein bu hərbi sursatla bağlı hərbi bir dəstəkdir. Sistemli şəkildə, bu da sistemli şəkildə davam edir. Bütün bunları nəzərə alaraq və sizin sualınıza bir yekun olaraq cavab vermək istəyirəm ki, mən belə hesab edirəm ki, Batı'nın bu günləri siyasəti geçti, sonda Rusiyanın zəifləməsinə və Ukrayna'nın döyüş meydanında qələbəsinə səbəb olmalıdır. Söylediniz ki gerçekten 1979 senesi Sovyetler Birliği Afganistan'a girmiş ve 10 yıl sonra 1989 senesi oradan çıkmak zorunda kaldılar ve nitekim 2 yıl sonra Sovyetler Birliği tamamen dağıldı ve bugün olan post-Sovyet ülkeler döneminde kendi istiklalini ilan etmişlerdi. Yani sizce o dönemin olaylarına bakarsak ve bugünkü savaşı göz önüne bulundurursak, yani Rusya'nın dağılması büyük ihtimal mi? Ve özellikle post-Sovyet ülkelerinde, onlar arasında Türk devletler de var. Biliyorsunuz hala Rusya'nın güdümü altında, hem siyasi hem ekonomik hem finansal anlamda Rusya'nın güdümü ve tesiri altında kalmaktalar. Yani Türk milletleri olmak üzere, Türk devletleri olmak üzere Rusya'nın güdümünden çıkabilirler mi sizce? Onlar kendi bağımsızlığını, gerçek bağımsızlığını elde edebilirler mi? Bilirsiniz, bu geniş sualdır. Buna mən dejavu kimi. Və biz Türk dünyasından danışmaq istəyiriksə, çünki Türk kanalıdır deyə, mən ona görə Türk dünyasından da təşəkkürümü bildirirəm ki, bu suala görə. Çünki biz anlamalıyıq, Anadolu Türkiye ilə post-Sovet məkanında olan Türk dövlətlərin arasında fərq çox böyük, çox böyük. Çünki onlar Sovyetler Birliği'nin içərisində yetişmiş bir dövlətlər olub. Yəni ki, SSR dağılandan sonra da onlar bu kendi öz azadlıqlarını, yəni ki, müstəqilliyini qazanan bir ölkələr olub. Amma Türkiye'nin təcrübəsi onlarda yox. 3-4 nəsil. Türk, hətta bizim dilimizi götürəndə, baxın, görün, bu günləri bizim dilimizdə konuşan Azərbaycan prezidentidir, Kırım Tatarlarıdır, məsələn, Rufat Cabarov kimilər və də Güzey Kıbrıs'ın siyasi rəhbərləri, prezidentləri. Amma ora gedəndə, məsəl birbaşa Türkiye'nin siyasi elitası ilə konuşanda bir-birlərini anlayabiliyorlar. Dilləri də çox yaxın olur. Amma ki, Sovyet İttifaqın içərisində bu Sovyetler Birliği'nin siyasəti, benim soyadım Yunus. Onlar of yazırdılar. Yunusov və sair və ilaxra. Belə əlifbamızı Kiril əlifbası eləyiblər. Və bu günləri bu çox yaxşı, çox belə görsənir Orta Asiyada. Orta Asiyada bu günlər Rus dili bir nömrə. Rus dili bir nömrə orada. Azərbaycanın özündə də bu Rus dili qaldı, var deyə. Amma ki bizim bu günləri bizim milli dilimiz və bu günləri Azəri Türkçəsi bu günləri daha da geniş
istifadə olunur. Həm cəmiyyətin içərisində, həm siyasətdə və s. və ilax. Ona görə bu bir amildir. Bu bir amildir. Amma ki, mən niyə görə bu amili qeyd edirəm? Çünki siz görürsünüz ki, bu günləri Anadolu Türkiyəsi, Türkiyə bu günləri son 15 il ərzində götürəndə, məsəl üçün, biz görürük ki, Türkiyə şahmat anlayışı ilə götürəndə, Türkiyə bu günləri bir neçə taxtada belə xarici siyasətini götürəndə də şahmat oyunu ilə müqayisə edərdim. Hansı ki, Türkiyə, məsəl üçün, aynı zamanda bir neçə şahmat taxtasında aparır. Baxın görün, burada Rusiya, burada Güney Kafkasya, burada Yaxın Doğu, burada Ağdəniz, Balkan əraziləri daxil edərdim. Amma ki, bunlarla yanaşı Avropa İttifaqı da var, Amerika var, Çin də, daha bunları mən demirəm də. Və göründüyü kimi son illərdə, yəni ki, Türkiyənin rolu həm regionda, həm dünyada çox artıq. Və bu xüsusən Türkiyənin Rusiya ilə Ukrayna arasında bir çox humanitar məsələlərinin bu həllində kömək etməsində özünü yaxşıcasına göstərdi. Və bu əlbəttə ki, həm Türkiyənin bütün dünyada mövqeyini gücləndirir və nəzərə alsaq ki, Türkiyə bu günləri Türk dünyasının lideridir və əlbəttə ki, bütövlükdə Türk dünyasına müsbət təsir edəcək. Amma məhz buna görə bu günləri Türk dövlətlərin təşkilat kimi yaranması, çoxları deyir ki, bu Türk dünyasının Avropa İttifaqı ola bilər. Amma ki, o istiqamətdə inkişaf etmək üçün son zamanlar Sayın Türkiyə Cumhuriyyəti Prezidenti Sayın Erdoğan'ın son müsahibəsinə diqqət yetirin. Orada bu barədə o konkret bir fikirlər söylədi. Çox vacibdir ki, bu Sovetlər Birliyinin içərisindən Türk dövlətləri milli kimliyinlə yanaşı Türkiyəyə baxıb önəm götürsünlər. İlk növbədə son seçkilərini götürün. Baxın görün, son seçkiləri. Bütün Batı dünya əleyhinə idi. Bütün Batı medyası, siyasi elitası. Hepsi indiki siyasi eliteye, Sayın Erdoğan'a və onun komandasına, onun takımına əleyhinə olublar onlar. Ama buna baxmayaraq, demokrasi uğur kazandı. Bugünləri bir nömrəli məndən soruşsanız, Türkiye'de bu seçkilərdə məni xoş edən, mənə bir qurur verici bir hissiyatlar keçirmə nə vadar edir? İlk növbədə bu demokrasiya seçkisi kim olur olsun. Amma ki bu proses var idi və bugünləri bütün dünya bunu qəbul elədi. Bu çox vacibdir. Bugünləri bütün Türk dövlətləri Anadolu Türkiyəmizə baxıb bir ibrət dərsi götürsünlər və bu istiqaməti tutsunlar. Mən anlayıram ki, Sovetlər Birliyindən çıxan, əlbəttə ki, bunun experience deyəndə təcrübəsi belə deyil. Nəsə Türkiyədə. Türkiyə Batı dünyanın bir parçasıdır. 1952-ci ildən NATO'nun bir daimi üzvüdür. Türkiyədə 50-ci ildən o Adnan Menendez'in vaxtından o çox partiyalı sistem mövcuddur. Baxmayaraq ki, orada çoxlu bir dərbə olub 5-6 dəfə. Amma buna baxmayaraq Türkiyə bugünləri bütün dünya qəbul edir ki, Müsəlman dünyasının bir nömrəli demokratik ölkəsidir. İdeal deyil, problemləri çox. İlk növbədə bugünləri ekonomik problemləri. Amma bunlarla yanaşı, Türkiyə bir önəmli bir Müsəlman dünyası üçün və bizlər üçün, Türklər üçün fərq etməz. Bu Türklər hansı ölkələrdə bugünləri yaşayırlar. Bu çox önəmli bir məsələdir. Ona görə biz istəyiriksə Türkiyənin siyasəti və məsəl üçün bugünləri yeni dünya düzəni, həmin ki mən dedim bugünləri Amerika ilə Çin'in arasında, olabilir Avropa Birliği, Afrika'da burada var, Yaxın Doğu var. Yani ki bütün bu Güney Amerika var. Yani ki belə mərkəzlər var ki, ama anlayır ki 91'den bu yana daha bu işləmir. Yeni dünya düzəlir. Və bu yeni dünyada hamı bugünləri o mərkəzlərə doğru addımlar atırlar. Və mən hesab edirəm ki, mərkəzlərin biri, böyük də olmasa, amma mərkəzlərin biri
ola bilər bu mərkəzdə qalar. Nasıl bu günləri biz görürük Türkiyənin bu siyasəti bir tərəfdən həm qərbin, batı dünyanın bir parçası, amma görürsünüz ki Türkiyə bu günləri doğuda da böyük regional bir lider dövləti kimi, Kafkazya'da, bu günləri Orta Asiyada, yəni ki böyük bir coğrafiyada Türkiyənin sözü önəmli. O baxımdan deməli bu daha da önəmli olmaq üçün, əlbəttə ki biz anlayırıq ki ekonomik qabaqda getməli. Və bu ekonomik Qazaxıstan, Özbəkistan kimi belə iyi dövlətlər hansı ki Orta Asiyada yerləşirlər və bu günləri həmin o proseslər ki, məsəl üçün bir tərəfdən Çin öz siyasəti deyir, 3 istiqamətdə, biri kuzeydən gedir, biri güneydən gedir, biri ortadan gedir. Yəni ki Qazaxıstandan, Özbəkistandan, Xəzər dənizindən, Azərbaycandan gedib çıxır, həmin o Türkiyədən oradan Ağdəniz, Avropaya gedib çıxacaq. Bunlar bütün önəmli məsələlər. Ona görə bu günləri Kafkazya'da, Azərbaycan-Ermənistan münasibətləri də baxın görün bu günləri çox önəmlidir və bu günləri Vaşinqtonla Brüssel bu günləri bizə, Azəri türklərə, Azərbaycana, mənim vətənimə 30 il ərzində dəstək verməyənlər bu günləri bizə dəstək verirlər. Bu günləri Ermənistana, agresor Ermənistana təcavüz edirlər. Qarabağ Azərbaycandır və bu bunu dedi. Bu bunu dedi. O baxımdan bu çox önəmli bir məsələlər ki biz anlamaq. Çünki Türkiyə artıq Kafkazya'dadır. Türkiyə artıq Şərqdədir. Türkiyə artıq Liviyadadır. Türkiyə artıq Suriyadadır və biz belə etmək lazımdır. Türkiyə gəlsin Orta Asiyada. Amma mən deyən proseslər, siyasi proseslər olmasa, reformlar olmasa bizə çox çətin olacaq. Mərkəzdə, belə mərkəzdə həm bir tərəfdən Çin də bizlə marağı olsun, Rusiyanın da bizlə marağı olsun, Avropa İttifaqında marağı olsun. Bu günləri Türkiyənin siyasəti, bu arxamda Türk xalçasıdır, görürsünüzmü? Evet, bu Türk xalçasıdır, bu Konya'dandır. Bu Türkiyənin siyasətidir. Türkiyənin siyasəti belədir, rəngarəng siyasətidir. Mən hər zaman bu efirlərə çıxanda Rus dilində, İngilis dilində, başqa izah eləyəndə, məndən Türkiyədən soruşanda nə baş verir? Mən onlara deyirəm ki, bu Bizans siyasətidir, Osmanlı siyasətidir, 500 il. Ona görə gördünüzmü, Türkiyə bu günləri ortada dayana bildi və hamının ehtiyacı var. Ukrayna-Rus savaşında humanitar məsələdə yalnız Türkiyə bu günləri həll edə bilir. Heç kim, bir ölkə yaxın dura bilmir. İsrail istədilər qabağa versinlər. Ukrayna qəbul etmədi. Rusiya qəbul etmədi. Amma Türkiyəni qəbul etdilər. Amma baxın görün, Türkiyədə oyun oynayır şahmat. Rusiya ilə, Amerikada oynayır, Çin də oynayır, hamı oynayır. Amma hər kəsin öz marağı var. Ona görə biz bunu anlamalıyıq ki, anlayaq ki, Türkiyə nə siyasət yürüdür və o biri ölkələr hansı maraqlar güdür və kim nələr öndür. Çünki çoxları elə bilir ki, Türkiyə Rusiya ilə oturub durur. Türkiyə Rusiya ilə nə qədər oturub durur, Rusiya da Türkiyə ilə oturub durur. Unutmayın 2015-ci il. Unutmayın Türkiyə ilə Rusiyanın tarixdən 12-13 dənə savaşları var idi. Ona görə bu günləri dünya belədir, dünyanın siyasəti belə gedir. Ona görə bu günləri maraq varsa bir yola qədər gedəcəklərsə gedəcəklər. Amma Türkiyənin strateji maraqları siz Qaradənizdir. Qaradəniz ətrafında olan ölkələr və Ukrayna onların çərçivəsində. Daha mən demirəm Krım tatarları. Krım platformasında bir nömrə Ukraynanın yanında duran Türkiyə olub. 2014-dən Ukraynaya dəstək verən silah sursatla Türkiyə olub. 2008-də NATO'ya qəbul etmək məsələsində Gürcüstanla Ukraynanı Türkiyə təklif etmişdi. Və sair və ilaxır. O baxımdan biz bunu anlamalıyıq, dərk etməliyik. Bu oyundur. Və oyunda propagandaya biz uymamalıyıq. Biz anlamalıyıq ki, Türkiyə regional bir lider dövlətimizdir və biz anlamalıyıq ki, bu vəziyyətdə hansı siyasəti Türkiyə niyə görə yeridir və bütün ölkələr, Türk dünyasında olan ölkələr bunu dərk etməlidirlər. Və orada yaşayan bizim Türk qardaşlarımız da bunu dərk etməlidirlər. Elə belə ilk səfəri Güney Kiprosla Azərbaycana etdi. Bu nə deməkdir? Bu mesajdır. Bu mesajdır bütün dünyaya. Yəni ki, bu Türk dünyasının əraziləridir. Ondan sonra əlbəttə ki, mən Orta Asiyada gedəcəm və s. və ilaxır. Sadəcə mən
üzr istəyirəm, biraz çox danışdım, ama bu çok vacib bir meseledir. Evet, bu çok önemli çünkü gerçekten bütün özgür ruhlu Türk milletleri Kırım'da dahil olmak üzere, yani Kırım'dan tut Orta Asya'ya kadar, Doğu Türkistan'a kadar, Kafkasya'ya kadar bütün halklar ve özellikle Rusya'nın zulmü altında kalan bütün halklar Türkiye'yi bir umut olarak görüyorlar. Ama aynı zamanda görüyoruz ki postsovyet ülkelerinde olan, onun altında olan halklar ne yazık ki ve özellikle Rusya'nın içinde olan halklar Rusya tarafından çok büyük bir zulme maruz kalıyorlar. Öyle ki Rusya kendi topraklarında çalışan ve çalışmaya gelen insanları toplayıp Ukrayna'ya karşı savaşa götürüyor. Biliyorsunuz Rus ordusu sırasında çok sayıda yani Türkler var ve onları savaşa zorla Rusya götürüyor, kendi topraklarından toplayarak. Aynı zamanda ekonomik, siyasi anlamda başka Türk devletlerine de baskılar uyguluyor. Şurada şöyle bir soru ortaya geliyor. Sizce Ukrayna'nın bu savaştan zaferle çıkması, Rusya'nın bu savaşı kaybetmesi stratejik olarak Türkiye'nin Türk dünyasında etkisini daha da fazla yapması, daha da güçlenmesi için önemli mi? Yani bunun imkanı var mı? Rusya'nın dağılması ve Türk dünyasının güçlenmesi stratejik olarak Türkiye'nin menfaatine mi? 100%. 100%. Çünkü bakın görün Kafkasya. Bizim Güney Kafkasya'da Azerbaycan, Ermənistan tək demirəm. Gürcüstanı da deyirəm. Georgiyanı. Yani ki bugün bakın görün o son 20 yılın siyasetini Azerbaycan, Türkiye, Gürcistan arasında. Gedin bakın Acariya, Batumiya. Bu hamısı bu siyasetin bir vitrinasıdır. Vitrinidir. Yani ki gedin onu görmek olur. Bir Abxaziya o biri taraftan, buradan Batumiya, Acariya. Bu siyasetin bir vitrini. Belə bir siyaset uğur getirse, ama bu siyaset Saakashvili dönemindeydi. Saakashvili dönemindeydi. Maalesef bugünleri Gürcistan'da Saakashvili zindanda ve bugünleri Rusperest, bugünleri orada hükümet var. Hansı ki bugünleri bunu biraz geride koydu bu prosesleri. Ama yine de bu prosesler bu hepsi Rusya ile bağlıdır. Rusya'nın təzyiqi ilə bağlıdır. Gürcistan'a, Ermənistan'a, Azerbaycan'a. Ama 2. Qarabağ Savaşı'ndan sonra Azerbaycan biraz bu təzyiqdən çıxa bildi. Bugünler Azerbaycan'ın yanında Türkiye var. Azerbaycan'ın yanında Pakistan var. Yani ki ve bu çok önemli. Nüve silahı olan Pakistan, bakın görün, Sayın Erdoğan'dan sonra kim geldi Azerbaycan'a? Pakistan'ın baş naziri. 2 gün önce o geldi Bakı'ya ve orada aynı mesajları yolladı bütün dünyaya. Yani ki biz Azeri Türklerin, kardeşlerimizin yanındayız. 2. savaş kurtarsa da, ama savaş kurtarmadı onlar için. Çünkü Rus askeri Azerbaycan'dadır bugünleri. Qarabağda bugünleri hele ki savaş bitmedi. Çünkü sülh müqabilesi yoktu. Ve görürsünüz ki her gün sərhəddə Azərbaycanla Ermənistan arasında sərhəddə, Qarabağda atışmalar, provokasyon addımlar atırlar. Bunlar hamısı Ruspərəst qüvvələrdir. Hansı ki Ermənistanın içərisində çoxdur. Onlar əlbəttə ki bugünləri istəməzdi ki bugünləri Rusya bu Kafkasya'dan çıksın. Çünkü Azerbaycanla Ermənistan barışarsa, müqabilə olsa, deməli Ermənistanla Türkiye müqabilə imzalayacaq, sülh müqabiləsi. Bakın görün Ermənistanın baş naziri Türkiye'ye gidip ilk dəfə tarixdə belə olmayan hadisə Türkiye'nin prezidentin yanına gitti, onun dəvəti iştirak elədi. 2 hafta bundan önce o yeni prezident seçiləndə ve onu təbrik elədi. Bu büyük bir mesajdır. Yani ki bugünləri Ermənistan Washington'la Brüssel'in təzyiqinə davam getirmek istemedi ve gedir bu yolla. Ama ki onlar anlayırlar ki Rusya'nın Ermənistan'a bugünləri biz götürsek Gürcistan, Azerbaycan, Ermənistan en çok Ermənistan'da Rus'un imkanları daha geniş, daha büyük. Sonra Gürcistan gelir. Ama Azerbaycan'da daha belə yok. Ona göre biz barışsaq, müqabilə imzalansa deməli sual çıxır. Rus ne edir Qarabağda? Rus ne edir Ermənistan'da? Deməli sizin savaşınız da Ukrayna Rusya savaşı Ukrayna'nın qələbəsi ilə bitəndən sonra inşallah
Onda siz görürsünüz ki Rusya bugünleri bu Kafkasya'da nasıl özünü aparır? Ehtiyatlı aparır. O bundan önce hiç zaman belə aparmamıştı. Her zaman agresif aparardı. Ama bugünleri aparabilmir. Çünkü ikinci cepheni açmak istemir. İkinci cepheni orada nasıl açsın? Türkiye orada ola. Ona göre bugünleri bu proses elbette ki Azerbaycan'ın xeyrinə, Ermənistanın xeyrinə, Gürcüstanın xeyrinə və çox güman ki Rus əsgərləri, Qarabağda olan əsgərlər müqabilə ilə 2021-ci ilə qədər orada olmalıdırlar. Müharibə, Ukrayna müharibəsi tez qutarsa 2025'e kadar da gözlemek belki değmez. Ondan tez çıxıb gedə bilərlər oradan. O baxımdan bütün Azərbaycan kamuoyusu, yəni ki Azərbaycan vətəndaşları bugünləri istər Azərbaycanda yaşayanlar, istər bütün dünyada, Ukraynanın özündə bugünləri Ukraynanın yanındadırlar. Ukraynanı dəstəkləyirlər. Və götürəndə Gürcüstanda da belə. Gürcüstanda da belə. Ermənistanın özündə də, Ermənistanın özündə də Ruspərəstlər çoxdur. Amma orada Paşinyanı dəstəkləyənlər, onlar da istərdilər ki, bugünləri Rusiyadan canını qutarsınlar. Bu, mən Kafkasyadan dedim sizə. Bəs orada Moldova var. Yəni ki, Qaradəniz'i mən deyirəm də. İlk növbə Qaradəniz ətrafında olan bütün ölkələr, əlbəttə ki, orada ən aparıcı ölkələr bu Qaradəniz'in ətrafında. Hətta SSR döneminde ve ABŞ-la onlar rəqabət aparanda Türkiye ile Rusya olmuştu. Rusya zəif olanda deməli Türkiye orada güclü olacak. Belə ataların bir misalı var. Boş yer müqəddəs qalmır. Ona göre Rus yeri, Rus gedəndən sonra, boş olandan sonra əlbəttə ki ora kimsə gələcək. Coğrafiyaya baxın. Kim var orada? Kuzeyde Rusya, güneyde İran, Türkiye. Vesselam. İran, Rusya bir yerde beraber bugünleri terörist bir ülkeler. Evet, İran'a bakar mısınız? Bugün Rusya'nın Ukrayna'ya karşı yaptığı ve yürüttüğü bu savaşta İran Rusya'nın destekçisi, yani ilk sıralarda Rusya'yı destekleyen, sadece sözde değil, silahla, dronlar mesela 2 günde bir buraya Kiev'e saldırıyor. Sadece Kiev'e değil, başka bölgelere. Bu o İran'dan satın alınan dronlar. Aynı zamanda İran Azerbaycan'da da kendi provokasyonlarına devam ediyor. Görüyorsunuz yaptıklarını. Şu an arkadaşlarımız hatta şunu soruyorlar. Zangezur koridoru hakkında İran'ın bakış açısı ve Karabağ'daki Hankendi'nin şu anki durumu hakkında hocamızın görüşleri nelerdir diye size de soruyorlar. Yani İran da bu savaşa dahil ediliyor desek yalan olmaz. İran'ın durumu ne? İran bu Molla rejimi daha ne kadar bu şekilde devam edecek? Ne kadar Batı dünyada ikili, üçlü standart mevcut olacak. İlk növbədə Fransanı götür. 79'dan bu yana Ayatollah Ruhollah Xomeyni, Musavi Xomeyni, Air Fransan Paris'ten geldi çıktı Tehran'a. Paris'te yaşayırdı. Paraları da Paris'te alıp. Paris'te kəşfiyyatı ona destek olup. Oradan geldi çıktı. Ve 79'dan bugüne Fransa her zaman sanksiyaları kömek yardımcısı olup İran'a. Bugüne kimi. O bakımdan görürsünüz ki bugünleri Azerbaycan ortada, güzeyle güney, Rusya, İran. Bakın görün tarihe 200 yıl Azerbaycan'ı parçalayırlar. Güzey gitti Rusya imperiyasına, sonra Sovyetler Birliği'ne, güney kaldı İran'a. Orada bizim Azeri Türklerimiz, 35-40 milyon Azeri Türklerimiz var. Onlar nasıl orada hayat sürürler? Siz bunu yaxşı biliyorsunuz. Ermənilər orada gedib məktəbə gedə bilirlər. Azeri Türklerin məktəbləri yok. Siz bunu anlamak lazımdır. Ve bu her zaman belə olub. Molla rejiminden de önce belə olub. Şahın da dövründə belə olub. O baxımdan biz anlamalıyıq ki, bugünləri bizə Türklere oradan Fars rejimi ve Rus imperiyası pis gözüyle baxıblar. Onlar heç vaxt 91'de Azərbaycanın bağımsızlığını kabul etmek istemiyorlar. İndiyə kimi bunu istemiyorlar. Ona göre birinci Qarabağ savaşta Rusya ile İran Ermənistan'a destek verdi. O zaman Türkiye bizim yanımızda değildi. Çünkü o zaman Türkiye, bugünün Türkiye'si de değildi. Süleyman Demirel'in Türkiye'si. O bizi Azeri Türkleri, Azerbaycan'ı Ruslara kurban verdi. Ben o zaman hükümette çalışırdım. Ben bunu öz gözümle görmüşüm. Ama bugün Türkiye
Azərbaycana sahip çıxdı. Ona görə biz bunu anlamalıyıq. Biz gərək nankör olmayaq. Biz gərək anlayaq ki, Türkiye deyə biz anlamalıyıq ki, Türkiye'de müxtəlif ola bilər. Elə Türkiye bugünləri çox belə müstəqil siyasət yeridir. Hansı ki, bugünləri Azərbaycanın yanında dayana bildi. Rusiyanı imkan vermədi müdaxilə etsin 2. Qarabağ savaşda. İrana imkan vermədi müdaxilə etsin. Baxmayaraq İran müdaxilə etmək istəyirdi. Son 2 ildə baxın görün nə qədər provokasyon elədi İran. Sərhəddə elədi. Zangezur koridorda çalışdı bunu qoymasın. Azərbaycan Böyük Elçiliyinə qarşı nə qədər provokasyon yaptı. Bugünlər Azərbaycanla İranın arasında rəsmi münasibət olsa da de facto orada bizim Böyük Elçiliyimiz işləmir. Orada heç kim yox. Nə səviyyədə olan bir münasibətdir. Bu deyir müsəlman ölkəsidir. Güya ki müsəlman ölkəsi bugünləri qardaş Azərbaycan deyə bizim əleyhimizə ermənilərə dəstək olub hər zaman. Ona görə biz bunu anlamalıyıq və bugünləri İranla Rusiya bütün bu məsələlərdə sizə də qarşı, Ukraynaya qarşı, Krıma qarşı, Azərbaycana necə var, belə də buradan da münasibətdədirlər. Məhz buna görə. Bu sizin savaşınız. Biz tərəfdən belə dəstəklənir və Allaha şükür bugünləri Batı dünya konjunktur baxımından, mən demərəm bizə aşıq olublar. Onlar konjunktur baxımından bu siyasi durum belə dəyişdi ki, onlar bugünləri Washingtonla Brüssel bizə dəstək verir. Kaliforniyada olan erməniləri daha qulaqsan yox. Fransada oturan erməniləri daha qulaqsan yox. Bugünləri konjunktur bizə tərəf işləyir və bugünləri onlar anlayırlar. İstəyirlər ki, Rusiyanı, İranı sıxışdırsınlar. Coğrafiya bax, kim var orada? O yalnız Türkiye, yalnız Azərbaycan. Çünki NATO'nun yeganə Batı dünyanın parçası bu coğrafiyada Türkiye'dir. Başka ölkə yox. Bu baxımdan onlar bugünləri Türkiye ilə dil tapmalıdırlar. Və mən çox ümid edirəm Türkiye'də bugünləri yeni kabinəsi, yeni kadrolar ilk növbədə Hakan Fidan, ilk növbədə hansı ki bugünləri Batı dünyada çox tanınmış bir sima, ondan başqa İbrahim Kalın, ondan başqa Mehmet Şimşek, hansı ki Finans Bakanı, ondan başqa xanım Belçikadan deputat olub, xanım bankoya, Mərkəzi Bankonun bir bakanı oldu. Çox belə samballı, iyi bir xanım ismi, hansı ki bugünləri Türkiye Bankasının bakanı oldu. Bu ismilər Anglo-Sakson istiqamətdə, Batı dünyada çox önəmli ismilərdir və hörmətə malikdirlər. Onlar orada çalışan olublar, oranı yaxşı biliyorlar, orada oxuyublar, İngilis dilində mükəmməl konuşurlar və o baxımdan əlbəttə ki bu mesajdır həmin o istiqamətə ki indiki prezident anlayır ki bu xətt gücləndirməlidir. Washington, Brüssel və ümid edirəm ki Washingtonla Türkiye'nin arasında münasibətlər də istiliyə doğru gedəcək və ümid edirəm ki F-16 məsələsi, F-35 məsələsi də Türkiye üçün həll olunmalıdır və ondan sonra da NATO, İsveç məsələsi NATO'da üzvü kimi də həll olunacaq. Hiss edirəm ki bu istilik olmalıdır. Çünki bu gedişat onu göstərir ki Türkiyəsiz Amerika, Brüssel bu coğrafiyada bir iş yapa bilməz. O baxımdan əlbəttə ki hər kəs öz yolunu getməlidir. Həm Batı dünya, həm Türkiye özü bunu edəcək və ümid edirəm ki Türk dünyası bundan uğur qazanacaq. Kafkazya'da Türkiye güclü olsa bu bir platsdarm kimi, yani Kırım Tatarları üçün, bu bir platsdarm kimi Orta Asya'da yaşayan Türkler üçün. Yani ki mən belə anlayıram. Ama şimdi Batı hakkında konuşacaksak şunu da söylemek lazım ve bence bu çok adaletli olacaktır. Çünkü döneminde Putin'in yaptıklarına göz yuman Batı ülkeleri de bugün yapılan savaşa bir şekilde yol açmış durumdalar. Çünkü mesela 2018 senesi Gürcistan'da Rusya'nın Abhazya, Güney Ossetya'ya yaptıklarına bu şekilde ve özellikle Nicolas Sarkozy o zaman Frankenstein'da bir rol oynamıştı. Göz yummasalardı
belki de Putin'le işbirliği paraydı, finanstı, ekonomiydi bunları korumakla ilgili değil de gerçek demokrasi, uygar dünyayı savunan hareketler yapılsaydı belki de bugün Kırım işgal edilmez olurdu ve büyük çaplı savaş başlamazdı. Ama ne yazık ki siyaset, ne yazık ki ekonomi, yine finansal durumlar o zamanki Rusya'nın tecavüzüne ne yazık ki göz yumdurdu onlara ve sükunetlerini korudular. Ama bugün görünüyor ki konjektüre göre Ukrayna'yı desteklemek zorundalar. Çünkü Ukrayna'yı desteklemek bir yandan da kendine yardım etmek demektir. Doğru mu? Çok doğru söylədiniz, hörmətli Gülsüm xanım. Çünki həqiqətən 91-dən bu yana əsas problem Amerikanın problemi olub. Çünki Amerika 91-də bu George Bush ata, ondan sonra Bill Clinton'ın səhvi idi. Çünki onların əsas problemi nüvə silahı idi. 91'de. Ona göre o nüvə silahı Belarus, Ukrayna, Kazakistan'dan gönderdiler Rusya'ya ve orada Yeltsin'i özüne şərik seçtiler. Dediler ki postsovet mekanı sana bakır, senin problemin nüvə silahıdır. Sen burada ne yapırsan yap, seninle de Almanya, Fransa, İtalya işbirliği yapacaklar. Ve bundan işbirliği yapıblar. Buna bakmayarak 94'te bizim savaşımız Qarabağ, birinci savaş. Yeltsin. Onun elleri Qarabağda bizim kanımıza batıb. Yeltsin. Demokrat Yeltsin. Gorbaçov daha yok idi. Evet. Ondan sonra Gürcistan'da aynı senaryo. Pridnestroviya'da, Moldova'da aynı senaryo. Bu hepsi Yeltsin idi. Qarb ona el çaldı. Qarb belə senaryoda Gorbaçova da Nobel mükafatı verdi. Ona da belə yanaşdı. Çünkü Garb'in ikili standartı problemi nüvə silahı idi. Onun problemi bizim bağımsızlığımız değildi. Ona göre George Bush ata gelmişti Kiev'e, yadınızdadır. O orada konuştu ki dağıtmayın Sovyetler Birliği'ni. Koruyup saklayın bu coğrafyanı. Siyasi bir merkezde Moskova ile. Bunu George Bush ata demişti. Ve bunu Clinton da devam etmek istedi ama bugünleri o dedi ki Rusya çerçevesinde bunu yaparsan nasıl istiyorsan ona da destek veriblər. Axırda ne oldu? Yeltsin kime öz hakimiyyəti təhvil verdi? Köçmüş Dövlət Təhlükəsizlik Komitəsinə Sergey Stepashin'dan başladı. Yevgeni Primakov'dan başladı. Sonra çatdı Vladimir Putin'e. Üçü de Dövlət Təhlükəsizlik Komitədən geldiler. Onlara Boris Nemtsov'u yakın bırakmadı. Niye göre? Çünkü bu sistem artık geldi qabağa. Ve bu sistem Avropa bu Batı Avrupa'nı götürdü, aldı ele parayla, korrupsiyaya bulaşmış bunlar hepsi. Amerika yok, Avrupa'da olup. Çünkü Amerika ile Rusya'nın ilişkileri o kadar ekonomik ilişkileri yok. 30 yıl ərzində onlarda yok. Çünkü coğrafya çok uzak ama Avrupa'nı onlar alıblar. Bütün mekanda, siyasi elitada, medyada, ekonomikdə her yer bakın görün bugünleri sanksiyalar 10 tane sanksiya kabul ettiler. Hele ki 100 milyar dolarla ilişkileri var. Bugüne var. Rosatom sanksiya yok. Almazlara, brilliantlara, diamondlara sanksiyalar yok. Amiyaklara sanksiyalar yok. Vesaire ve lahır. Bugünleri bu yok. Niye? Ona göre ki bu ilişkiler 20 yılın iş ilişkileridir. Tamam edir. Ona göre her zaman görürsünüz ki ya Alman, ya Fransız, ya İtalyan medyasında ya da ilk günlerde, savaşın ilk günlerde onlar Kiev'e gelip gider ve her zaman təzyiq eder Kiev'e danışıqlar vesaire ve ilaxır. Ama ki Allah'a şükür Ukrayna xalqın qəhrəmanlığı, Ukrayna siyasi elitasının ve xalqın bir yerdə kamuoyuyla beraber belə bir yerde olmalı. Siz gündemi değiştirdiniz. Ve bugünler onlar bu üçlü standartlarla bakın görün yada salıram siz düz dediniz. 2008'de Gürcistan oldu. 2009'da ne ediler? Güzey boru kemeri. Güzey boru kemeri bir. Kim eledi bunu? Barack Obama, Angela Merkel. 2014 Ukrayna, Kırım. 2017'de Güzey boru kemeri 2. Kim eledi bunu? Donald Trump, Angela Merkel. Yani ki onlar tecavüz edir. Bunlar para kazanır. 2008'de Gürcistan'da Saakashvili sizlerde o zaman Yushchenko konstitüsyada ne yazdınız? Avrointegrasyon bir de NATO'ya üz.
2008'də qapılar bağlandı. Türkiye'de Avrupa İttifakı'na kapıları bağladılar o zaman. Yadınıza salıram. Niye göre? İkili standartlar. O, Müslümanları oraya bırakmak olmaz. Ve Ukrayna ile Gürcistan ögey. Yani ki İsveç ile Finlandiya değilsiniz siz diye. Siz o kadar da yakın qohum değilsiniz. Siz aile üzleri değilsiniz. Siz postsovet mekanda olanlarsınız. Bu da Moskova ile bağlıdır. Ve Angela Merkel 16 yıl bu siyaseti devam edirdi. 24 fevralda geçen yıl bunlar bunu devam ettirmek istediler. Amerika'da uçak gönderip Zelenski'ye aradan çık. Fransa'ya, Almanya, İtalya bunu destek veriblər. Yadınızda üçü de geldi Kiev'e. Teze geldiler. Zelenski'ye təzyiq etmek için. Alınmadı. Alınmadı. Şimdi bütün gündem değişti. Ve artık bunlar anlayırlar ki 91'den bu yana nece yaşayırdılar, nece para kazanırdılar artık etmek olmaz. Mümkün değil. Her şey değişmelidir. Ve bu günleri təzyiqlər azalıb. Artık Amerika'da ve Büyük Britanya'da anladılar. Bu problemi biz çözmeliyiz. Ve bugünler Amerika ona göre bugünleri geldi yine meydana. Yıktı bunları NATO etrafında, Ramstein etrafında pis, yaxşı. Ama orada bugünleri güya ki birlik var. Ama yine de bu o birlik değil. O birlik değil. Ben Ukrayna xalqına her zaman deyirəm. Siz bakın Azerbaycan'a ibrət dərsi götürün. Azerbaycan'ın yanında kimdir? O ülkeler ki hansı ki daima Azerbaycan'ı dəstəkləyib. Türkiye, Pakistan, hatta İsrail Azerbaycan'ın yanındadır. Müslüman ülkesi değil. İran Müslüman ülkesi. Azerbaycan'a düşman kimi yanaşır. İsrail ise Azerbaycan'a dəstək verib. Yani ki neye getirirəm? Biz ne NATO'ya gedirik, ne Avrupa İttifakı'na gedirik. Ama biz dostu düz seçmişik. Dostu düz seçin. Siz de Ukrayna halkı olarak düz seçin. Bakın görün bu savaşta kimle sizlerle axıra kadar gedəcək. Ve ben görürüm ki bugünleri sizlerle Amerika Birleşmiş Devletleri ile London axıra kadar gedəcək. O ki kaldı Avrupa'ya. Bakın, ölçü götürün, yaxşıdır, yaxın bırakın, pisdir, uzağa yola salın. Yani ki siz anlayın, bugünler çok şey sizlerden asılıdır. Ne kadar siz yerde mukavemet göstereceksiniz, ne kadar sizin toplumunuz bir olacak. O kadar da tez bir zamanda çok güman ki bu ilde bu da bitebilir. Çünkü muharebenin lap evvelinde Batı dünya çaşbaş kalmıştır. Ve Ukrayna'nın özü müdafaa etmek kabiliyetinde inanmırdılar. Lakin Ukrayna rəhbərliyi ve Ukrayna ordusu öz qəhrəmanlıqla gündəmi dəyişdirib, nasıl mən dedim, ve müttəfiqlərində inam yarada bildi. Ve bugün göründüğü kimi Batı dünya daha da qətiyyətli hərəkət edir ve bu artık gördüğünüz gibi sistemli karakter daşıyır. Necə ki vaxtıyla mən sizə demiştim, Batı tərəfdən SSR-yə qarşı oxşar sistem qurulub və Afganistan avantüradan sonra. Və belə getsə Rusya SSR'nin akıbetini yaşayacak. Peki Rusya'nın sizce amacı neydi? Yani bundan önce söylediniz ki 1945 senesi galiba Yalta Konferansı. Duyuyor musunuz? Konuş. Evet, 1945 senesi Yalta Konferansı'nda demek Stalin, Churchill ve Reagan dünyayı böyle iki kutupluya bölmüşlerdi. Yani sizce şu an Putin'in amacı bu savaşı başlatmakla yine dünyayı iki kutuba bölüp Sovyetler Birliği'ni yeniden mi kurmaktı? Deməli o Cenevre'de Biden'la görüşəndə orada açık dedi ona. Ben seninle Yalta 2'ni kurmak istiyorum. Yalta 2'ni yapmak istiyorum. Biden dedi yok. Biden dedi yok. Çünkü sen Sovyetler Birliği seviyede değilsen. Sen Stalin değilsen, sende o gücü yok. Ama ki sen bize bunu ne ekonomikte gösterebilirsen, ne de savaşta gösterebilirsen. Ben belə anlayıram. Ona göre onlar danıştılar modus vivendi. O zaman dediler modus vivendi olsun. Yani ki harda varıq, orada da dayanaq. Bu bunu kabul etmedi. Bu fikirləşdi ki 2007'de ben geldim München'e. Size dedim ki Yalta 2 olmalıdır. Siz bunu kabul etmediniz. Ben gittim Gürcistan'a. Tecavüz ettim. Siz bunu yediniz. Siz benimle başladınız para oyunu oynamağa. 2009'dan. Dedim yaxşı. Ben biraz para kazandım. 2014'te gittim Ukrayna'ya. Siz yine məndən para kazanırdınız. Yediniz bunu. Ben dedim ki, şimdi ben gedim hapsını götürüm. Ben yine de size təzyiq edirəm, deyirəm ki, Yalta 2.
Siz deyirsiniz yox, modus vivendi. Onda mən getdim Çinə, getdi Pekinə, olimpik oyunların ərəfəsində. Orada dedi ki, belə, belə, belə. Çin də ona dedi ki, arxayınsan get, mən baxaram. Çünki Çinin mövqeyinə Rus zəif, Çinə yaxşı. Amerika zəif, Çinə yaxşı. Çin baxır qıraqdan. Gördü ki, bir il bunlar savaşırlar, ikisi də zəif oldu. Çin gəldi. Çin gəldi, şimdi bu da mənim sülh planım. Şimdi görürsünüz, Amerikada, Avropada Çinə gedib gəliyor. Hamı istəyir ki, Çin neytral olsun. Rus da gedib gəlir. Gördünüz mü? Deməli, Çinin siyasəti düz oldu burada mövqedə. Və Amerika deyil, mən bu günləri Yaltanı ikini etsəm, mən Rusiya ilə etməyəcəm. Mən Çinlə bunu edəcəm. Çünki Rusiya o gücdə deyil. Bunu güclə edərlər. Və məhz buna görə bu günləri siyasi danışıqlar predmeti bu günləri gündəmdə yox. Ham anlayır. İstər Afrika gəlsin, istər Brazil gəlsin, BRICS gəlsin, geçsin, fərq etməz. Çünki bu günləri humanitar danışıqlar olar. Amma bu humanitar danışıqları Türkiye yapır. Türkiye prezidenti ilə Guterres yapır. Yəni ki, Birləşmiş Millətlər Təşkilatı. Vəssalam. Bir ildir yapırlar, iş də gedir. Pis, yaxşı işləyirlər. Amma ki, siyasi danışıqlar Türkiye'nin gücü çatmır. Burada nüvə silahına malik Birləşmiş Millətlər Təşkilatının daimi üzvü vetoya malik bir ölkə olmalıdır. Amerikanın səviyyəsində. Rusiya o səviyyədə artıq deyil. Bu savaş bunu göstərdi. Ona görə Çin bu günləri Rusiya təzyiq o qədər də göstərə bilmir deyə. Hələ ki Rusiya ayaqda. Amma ki bu əks hücumdan sonra bir aya, 2 aya biz görə bilərik ki vəziyyət dəyişə bilər. Və Ukrayna uğur qazansa, Rusiya zəif olsa, onda əlbəttə ki Çinin mövqeyi daha güclü olacaq Rusiyanın yanında. Amerikanın mövqeyi yaxşı olacaq Ukraynanın yanında. Onda Amerika ilə Çin danışa bilərlər. Yəni ki, bir misal kimi. Tutaqım ki, 2 aya Ukrayna gəldi, çıxdı Krıma. İçəri yox, Krıma. Krım körpüsü bombardıman etdi. Və bu günləri bu ərazidə onlar gözləyirlər. Ya xoşla çıxın gedin, ya da biz gelirik irəli. Nasıl Azərbaycan 2. Qarabağ Savaşında 7 rayon var idi. 4 rayonu Azərbaycan qanla azad elədi. 3 rayonu Azərbaycan bir ay vaxt dedi. Yəni ki, bu bir ay ərzində boşaldın. Öz xoşla çıxın gedin. 25 min orada əskər vardı, erməni əskəri. Çıxdılar, getdilər. Yəni ki, burada belə də ola bilər. Amma bu olmaq deyə, deməli sizin əks hücumunuz yaxşı qurtarmalıdır. Ona görə bu günlər Çin də bunu gözləyir, Amerika da bunu gözləyir. Bütün dünya bunu gözləyir. Moskva deyir ki, yox, mən uğur qazanacağım. İndi biz gərək buna baxaq. Ona görə bu günləri Blinken Pekinə getdi. Blinken'i bırakmırdılar. Ama bu günler gördünüz, Blinken getdi ora. Nasıl danıştı orada? Ne söhbətlər apardı? Ama 100% emin olabilirsiniz ki Ukrayna-Rus savaşı orada en belə vacib məsələlərdən biriydi. Və çox güman ki 1-2 ay ərzində çox maraqlı hadisələr baş verəcək. Amma bütün məsələlərin bünövrəsi savaşdır. İster diplomatik olsun, ister informasiya olsun, ister ekonomik olsun və ister yeni dünya düzənindən biz konuşanda biz anlamalıyıq ki bu müharibə bunun bünövrəsidir. Müharibə qutarmasa bu barədə danışmaq olmaz. Hətta Ukraynanın NATO üzvü, Ukraynanın Avropa İttifaqının üzvü. Bunun hamısının bünövrəsi bu müharibədir. Müharibə Ukraynanın qələbəsi ilə inşallah qutarandan sonra bu problemler de avtomatik olacak. Ama gerçekten söylediğiniz gibi görünüyor ki bugün Rusya'nın daha önce olan gücü artık yok. Devasa ikinci ordusu da yok diyebiliriz. Öyle ki dünyanın devasa ikinci ordusu, dünyanın 22. ordusunu yenebilmek için dünyanın 3. ordusu Çin'den yardım istiyor. Ama onlar da bu askeri yardımı vermekten reddetti. Bugün en azından Antony Blinken, ABD Dışişleri Bakanı bunu Xi Jinping'le görüştükten sonra açıkladı. Öyle ki Rusya'nın elinde tek koz kalıyor ve bu kozu değerlendirmeye devam ediyor. Belarus'ta nükleer silahlarını yerleştirdi ve bununla beraber dünyayı nükleer silah kullanmasıyla
tehdit etmeye devam ediyor. Görünüyor ki gerçekten elinde kalan son koz bu. Ve söylediğiniz George Bush döneminde Ukrayna'ya geldiğinde ve SSB'nin dağılmaması gerek olduğunu açıklama yaptığında o zaman da nükleerin kimin eline geçip geçmediğini bilmedikleri için ve nükleerden sakındıkları için böyle bir açıklama yapmıştı 90'larda. Ve bugün yine Batı ülkeleri, Amerika establishment'i, Avrupa Birliği'nin elitleri vesaire Rusya dağılırsa nükleer kimin elinde olacak veya Rusya dağılmaya başlarsa Putin hırsından nükleeri kullanabilir diye böyle sakıntılar mevcut. Bununla ilgili ne düşünüyorsunuz? Son sorum. Buyurun. 91'de bunlar bu meselede bu problemi Yeltsin'den çözüblər. Bugünləri bu problemi Putin'den çözmürlər. Bunu Çin'le çözürlər. Gördünüz mü? En asas. Bu fark burada. Fark burada. Çünkü yadınızdadır muharibenin ilk günlerinde bu nükleer spekülasyonu çok yüksek derecedeydi. Şimdi belə değil. Niye? Çin karıştı. Hindistan karıştı. Hindistan karıştı ve Amerika'ya destek oldular. Amerika'ya destek oldular. Ona göre bunun derecesi aşağı düştü. Ve bu çok yaxşı meyardı. Çok güzel meyardı. Çünkü biz bu meselede Çin bizim yanımızda. Yani ki Batı dünyanın yanında. Hindistan da hemşe. Bu da hiç kime lazım değil. Çünkü Çin para kazanır. Çünkü Çin bu meselede Avrupa Birliği ile Amerika ile Batı dünyasıyla para kazanır. Çin'in marağı başka. O bir yol o politikası güzeyden güneye kadar bütün bu coğrafyadan bu yollar gelir. Bunlara bu savaş, nükleer savaşı lazım değil. Ona göre bu meselede Çin bizim yanımızdadır diye ona göre ben hesap ederim ki 91'de olan o səhv ve o zaman olduğu kimi bu problem həll olunmayacak. Bu başka cür həll olunacak. Bu çok vacib bir amildir ve biz bunu dərk etmeliyiz. Çünkü özür istedim. Çünkü Rusya hamıya göstermek istiyor ki bizim nüvə silahımız var ve biz hiç vaxt burada uduzmayacağız. Ve bu Belarus'ta nüvə silahını, nükleer silahını orada yerleştirmeyi provokasyondur, bu propagandadır. Yalnız propagandadır. Çünkü hamı anlayır ki Finlandiya bugünləri NATO'nun üzvüdür. Orada da nüvə silahı var. Bu nüvə silahı 4 dəqiqəlik yol keçir. Bu lazım önemli değil bu Belarus'ta olsun. Bu başka yerde var ve bunu Amerika'da bilir. Büyük Britanya'da bilir. Çin de bunu bilir. Bu ne lazım sen onu oraya koyursan? Sen bunu propaganda için istifade edirsən. Bir taraftan öz kamuoyu için bunu edir. Rusya için. Ama bir taraftan Avrupa İttifakı'na təzyiq etmek için bəsdirin Ukrayna'ya yardımcı oldunuz. Bəsdirin Ukrayna'ya destek verdiniz. Yani ki ben bundan istifade edebilirim. Ama ki bunu istifade eden onu Belarus'ta ne yaparsan sen onu oradan da istifade edebilirsin. Onu oraya ne yaparsan. Bunu bu onun o knopkası Lukashenko'da olabilmez. Putin'in özünde de bu knopkaya istifade edebilmez. Orada bir prosedür var. Biden da bunu edebilmez. Bu prosedür var diye. Ona göre bu propaganda meselesidir. Siz bu nükleer meselesine yalnız bugünləri propaganda kimi baxın. Çünki təzə savaş başlayanda propaganda güclüydü. Amma ki gördülər ki bu propagandanın qabağını aldılar, azaldı bunun dərəcəsi. İndi yenə də ortalığa atırlar. Yəni ki ortalığa atırlar, onların başqa imkanları yox. Çünki savaşda uğur yoxdursa propaganda bugünləri çalışmır. Necə onlar istiyorlar. Ona göre nəsə etmək lazımdır. Ona göre çıxır ve belə sözləri dilə gətirir. Ama ki bu propagandadan başka bir şey değil. En asas mesele nedir? Bu meselede Çin'le Hindistan Batı dünyanın yanındadır. Ve bu çok önemli bir meseledir. Ramiz Bey çok teşekkür ederim. Çok sağ olun yayınımıza katıldığınız ve böyle çok güzel yayın bizle beraber yaptığınız için sizlere gerçekten minnettarız. Son olarak bizi izleyen özellikle Türkiye'den, Azerbaycan'dan ve Kırım'dan kardeşlerimize söylemek istediğiniz bir şey var mı? Əvvəla mən sizə təşəkkürümü bildirirəm. Belə imkan yaratdınız. Bizim gözəl Türk dilimizdə konuşduq.
Çünkü ben Amerika'da 20 yıl yaşayıram, etrafımda bir Türk yok. Bir Türk yok ve bizim dilimizde konuşmak benim için çok hoştur. Çok hoştur. Ve gerçekten de ben size samimi söylemek istedim ki ben görürüm bu gelen prosesleri içeriden ve görürüm ki siz bayaqları qeyd edən kimi ikili, üçlü standartdan. Ama dünya değişir ve bugünləri bu konjunktur bizim xeyrimizə işləyir. Biz gəlin bundan səmərəli istifadə eləyək. Çünkü bu fürsətdir. Hər dəfə tarixdə belə olmur. Ola bilər 100 ildə bir dəfə olur. 100 ildə ola bilər bir dəfə olur. Ona göre biz bunu anlamalıyıq. Hem siyasi elitada olanlar, muhalefet, iktidar fərq etmez. Kamuoyu, bir Türk dünyası kimi biz bunu anlamalıyıq. Ona göre mən xırdaladım Türkiye'nin siyasetinden. Ona göre ben dedim Türk dünyasında gelen prosesleri Sovyetler Birliği'nden çıkan Türkler kimi. Ben de Sovyetler Birliği'nden çıkan bir Türk'üm. Batı dünyada yaşayan bir Türk'üm. Ona göre ben bu prosesleri içeriden gören bir insan kimi. 64 yaşım var. Ona göre ben istəyirəm bölüşüm. Bölüşüm ki biz anlayaq. Bugünləri yaxşı bir fürsətdir. Bəli, bu fürsət qanla gəlir. Siz özünüz bilirsiniz ki Türk dünyasında belə bir deyim var. Qanla gedən qanla qaydar. Qarabağda belə olur. Kırım'da da belədir. Və ona göre belə də olacaq. Belə də olacaq. Ama inşallah bu gələcək. Və bu gələndə biz hazır olmalıyıq bu barədə. Ona göre yenə də fürsətdən istifadə edib sizə təşəkkürümü bildirirəm. Allah Türk dünyamızı korusun ve Allah her zaman bize yardımcı olsun. Ve ilk növbədə Kırım Tatarları için, çünkü ben bir günləri sizlerle konuşuram Gülsün xanım ve bilsinler ki Kırım Tatarları da həmişə Azərbaycan qardaşlarını hiss eləmədilər onların yanında. Və mən çox şadam ki mənim Kırım Tatarlarının içərisində Mustafa Cəmilov kimi, Mustafa bəy kimi, Rüfət bəy kimi dostlarım var və onlara buradan fürsətdən istifadə edib öz salamlarımı çatdıram. Allah razı olsun. Cümlemizden çok teşekkür ederim. Çok sağ olun. Zafer inşallah bizim olacaktır. Ramiz Bey, yayınımıza katıldığınız için büyükten büyük teşekkürlerimizi bildiriyoruz. Hem Kırım Tatar halkının adından teşekkürlerimi bildiriyorum. Hem de bütün arkadaşlarımız burada çok güzel yayın olduğunu ve sizlere teşekkürlerini bildirdiğini aktarmamı rica ediyor. İyi ki varsınız. Bir sonraki yayınlarımızda inşallah görüşmek üzere. Teşekkürler. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.